Qarpız qabığının sağlamlıq faydaları və istifadəsi. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Qarpızın ləzzətli dadını hamımız sevirik. Bununla belə bəzi əlavə faydalar üçün qabığını da yeyə bilərsiniz. Qabıq meyvənin qabığın altında və çəhrayı ətin üstündəki ağ hissəsidir. Biz qarpızın qabığını tez-tez atırıq. Bununla belə onun tərkibində meyvənin özündən daha çox faydalı maddələr var. Bu çox yüksək dozada L-sitrulin ehtiva edir. Bu amin turşusu qan damarlarınızın genişlənməsinə kömək edərək bədəninizin qan dövranını yaxşılaşdırır. Bu, qan təzyiqinizi tənzimləməyə və hər hansı baş dönməsindən, huşsuzluqdan xilas olmağa kömək edəcək. Bu güclü antioksidantdır və bədəninizi sərbəst radikalların zərərindən qoruyacaq. Qabığın içindəki maye xlorofil kimi qida maddələri ilə doludur ki, bu da ümumiyyətlə vücudunuz üçün son dərəcə sağlıqlıdır. Bu, immunitet sisteminizi gücləndirəcək, xəstəliklər və infeksiyalarla mübarizə aparmağa kömək edəcəkdir. Sidik yollarının infeksiyalarını müalicə etmək üçün də yaxşı təsir göstərir. Sadəcə bir həftə ərzində hər gün bir qarpızın qabığını yeyin. Qabıqları yemək üçün əvvəlcə yaşıl qabığını incə bir şəkildə soyub, ağ əti blenderdə qarışdırmaq lazımdır. Tərkibindəki çoxlu lif bədəninizə qidaları daha effektiv emal etməyə kömək edəcək. Həm də qabığını doğrayıb sirkə ilə bankaya əlavə etməklə daha sonra turşu kimi yeyilə bilər. Bu şəkildə onları ən azı 6 ay qoruyub saxlayacaqsınız. Olduqca acı bir dadı var. Ona görə də ləzzəti şirinləşdirmək üçün bunları qırmızı alma ilə meyvə kokteylinə əlavə etməyi məsləhət görürəm. Tərkibində lizopen də var. Bunun insult riskini azaltdığı və bəzi xərçəng növlərinin qarşısını aldığı sübut edilmişdir. Bu, menopozdan keçən qadınlar üçün əladır, çünki yumurtalıq xərçənginin inkişaf riskini azalda bilər. Bir elmi araşdırma bu maddənin beyin şişlərinin böyüməsini azaltdığını göstərib. Erektil disfunksiyadan əziyyət çəkən kişilər bunu faydalı hesab edə bilər, çünki bunun cinsi həvəsi və dözümlülüyü artırdığı deyilir. Qarpızı mütəmadi olaraq yeməyi və meyvənin bütün hissələrini istifadə etməyi məsləhət görürəm. Dadlı kokteyllərə və ya turşu kimi bankaya əlavə etməzdən əvvəl qabığını yaxşı yuduğunuzdan əmin olun. Qarpız tumlarını da yeyə bilərsiniz, çünki onlar da qida maddələri ilə zəngindir. Daha çox şey öyrənmək üçün bu haqda digər videomuza baxın. Qarpızın parlaq qırmızı ləzzətli əti yayda bədəninizi nəmləndirmək üçün əladır. Bu, vücudunuzun emal edə biləcəyi təbii şəkərləri ehtiva edir və qazlı içkilərdən daha sağlıqlıdır. Maye həmçinin böyrəklərinizin yuyulmasına və onları işlək vəziyyətdə saxlamağa kömək edəcək. Bu, çoxlu spirtli içki qəbul edənlər üçün böyük təkan ola bilər. Bəzi insanlar, xüsusən də Hindistanda, öz yeməklərinə qabığa əlavə etməyi xoşlayırlar. Bu, acı ədviyyatlarla yaxşı gedir. Həmçinin maye şəkərdə isladaraq, hopub, qurudularaq şəkərlənə bilər. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamının gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolara baxmaq üçün kanalımıza keçid edə və yaxud buradakı hər hansı iki videodan birini seçərək izləyə bilərsiniz.